Fevral ayının ortaları olsa da havalar daha çox yaz fəslini xatırladır. Keçən ilin eyni dövründə isə ölkədə qış öz sərt üzünü göstərir, günlərlə davam edən güclü qar və şaxtalı hava şəraiti müşahidə edilirdi. Bu il dəyişən nə oldu? Mart ayı qış fəsli kimi keçə bilərmi? Global Info.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, hazırda Bakıda temperatur 10-12 dərəcə arasında dəyişir və hava əsasən günəşlidir. Bu göstəricilər fevral ayı üçün xarakterik deyil, o cümlədən orta aylıq normadan təxminən 5-6 dərəcə yüksəkdir. İqlim üzrə aparıcı beynəlxalq elmi dairələr artıq qlobal temperatur artımının 1,5 dərəcəlik həddi keçdiyini bildirirlər. Bu, iqlim dəyişikliyi baxımından kritik psixoloji və elmi hədd hesab edilirdi. Mövcud vəziyyət göstərir ki, indiyədək müxtəlif dövlətlərin atdığı addımlar gözlənilən effekti tam şəkildə verməyib. Azərbaycanda bu ilki fevral ayının digər illərlə müqayisədə daha isti keçməsi də qlobal iqlim böhranının regional təzahürü kimi qiymətləndirilə bilər. Sözü gedən prosesin əsas təsir istiqamətlərindən biri kənd təsərrüfatıdır. Temperaturun normadan yüksək olması çoxillik bitkilərin vegetasiya mərhələsinə daha tez başlamasına səbəb olur ki, bu da onlar üçün əlavə stres faktoru yaradır. Ekspert bildirib ki, fevral və mart aylarında arktik hava kütlələrinin regiona daxil olması real ehtimal olaraq qalır. Belə hallarda siklonlar mənfi temperatur, eləcə də qar, sulu qar və yağış kimi yağıntılar gətirə bilər. Bu isə vaxtından əvvəl oyanmış bitkilərə, xüsusilə çərdəkli meyvə ağaclarının çiçəkləmə və meyvə vermə mərhələsinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə bu proses ərzaq təhlükəsizliyinə də təsirsiz ötüşmür. İqlim dəyişiklikləri insan sağlamlığına da təsir edir.